DDA saytına qeydiyyatdan necə keçmək olar sualının cavabını bu videoda tapacağıq. Kompüterlə daxil oluruq, brauzerdə dda.az yazmaqla saytımıza keçirik. Bundan sonra dərsə başla düyməsinin yanında belə bir ikon görürük. Bura bir dəfə klikləməliyik. Burada daxil ol və qeydiyyatdan keç düymələri var. Biz ilk dəfə daxil oluruqsa, hesabımız yoxdursa, qeydiyyatdan keç düyməsinə klikləməliyik. Burada bizdən nömrəmizi tələb edir. Nömrəni daxil edən zamanı önündə olan 0, məsəl üçün bizdə 051 215 54 54 nömrəsidir. Öndəki 0-ı yazmamalıyıq və bu nömrəmiz aktiv olmalıdır. Çünki buna SMS gələcək. Nömrəmizi daxil edirik. Bundan sonra OTP göndər düyməsinə klikləyirik. Düyməyə kliklədikdən sonra gözləyirik və budur. Bizə mesaj gəldi dda.az başlığı ilə. Həmin oradakı kodu bura daxil etməliyik. Bura bir dəfə klikləyirik və kodu daxil edirik. Kodu uğurla daxil etdikdən sonra belə bir form açılır. Biz burada bütün məlumatları doldurmalıyıq. Mailinizi yazarkən diqqətli olun. Heç bir yanlışlığa, səhvliyə, hərf səhvliyinə yol verməyin. Bundan əlavə mailiniz də aktiv olmalıdır və mesaj qəbul edə bilməlidir. Biz bura təsdiq maili göndərəcəyik. Gələcəkdə dərslər, digər məlumatlar haqqında tez və düzgün məlumatlı olmaq üçün siz mailinizi də təsdiqlətməlisiniz. Bütün məlumatları doldurduqdan sonra, şifrəmizi təyin etdikdən sonra mən istifadəçi şərtlərini oxudum və qəbul etdim düyməsinə klikləyirik. Və bundan sonra qeydiyyatdan keç düyməsinə basırıq. Bundan sonra elektron post ünvanınızı doğrulayın bölməsi çıxır və biz burada elektron postumuza daxil olmalıyıq. Və budur. Gördüyünüz kimi DDA-dan bir post gəlir. Bura bir dəfə klikləyirik və bizi salamlayır. Bundan sonra isə bu düyməyə klikləməklə bu düymə işləməsə, buradakı mailə klikləyə bilərsiniz və yaxud da kopyalayıb bu hissəyə yapışdıra bilərsiniz. Bu düyməyə klik etməliyik ki, hesabımız təsdiqlənsin və hesabımız artıq təsdiqlənir. Hesabımıza giriş edin düyməsinə basırıq və daxil ol düyməsinə deyirik və budur. Artıq bizim hesabımız təsdiqləndi və hesabımıza daxil oldu. Hər hansısa bir sualınız olarsa bizə yazmaqdan çəkinməyin.